Salam, xoş gördük hörmətli tamaşaçılar, dəyərli Lider televiziyasının izləyiciləri, konsilium verilişi efirdədir. Bizi dinləyin, bizi izləyin, çünki bugün çox vacib bir məsələyə toxunacağıq. Bəlkə də illərlə insanların önəmsəmədiyi bir məsələyə, heç bir problem olmaz deyib üstündən keçdiyi bir məsələyə. Biz bugün yırtıqlardan, el arasında, yəni qarın boşluğu yırtıqlarından, periton yırtıqlarından, el arasında isə qrıja kimi tanınan biz patologiyalardan danışacağıq. Bu patologiyaların çox böyük üstünlükləri vardır, yəni müalicə olunmazsa çox böyük ağırlıqları vardır. Bu patologiyalar sağalmaz bir problemlərə gətirib çıxarda bilər və hətta çox kəskin yerində müdaxilə tələb edən məsələlərə gətirib çıxarda bilər. Elə buna görə də məhz biz bugün verilişimizə Leyla Şıklinskaya klinikasının aparıcı cərrahlarından olan, bizim dəfələrlə efirimizin qonağı olmuş, öz mütəxəssisliyi ilə, icra elədiyi əməliyyatlarla hər zaman həm xəstələri tərəfindən, həm doktorlar tərəfindən sevilən bir qonağımız vardır. Doktor Ruslan Ağayevdir. Doktor, təşəkkür edirəm bizim dəvətimizi qəbul edib gəldiyinizə görə. Elə biz cərrahiyyənin müxtəlif verilişlərdə cərrahiyyənin müxtəlif patologiyalarına toxunuruq. Amma bugün elə istəyərdik ki, bir yırtıqlardan danışaq. Bu yırtıqlar nədir, necə müalicə olunmalıdır, necə yanaşılmalıdır? Bu barədə bir başlayaq. Ümumiyyətlə, yırtıq nədir? Bu necə yaranan bir şeydir? Buradan tamaşaçılarımızı salamlayıram. Sizə də dəvətinizə görə çox sağ olun. Sağ olun. Deməli, yırtıqların təsnifatına varmayaq, çünki yırtıqların kifayət qədər geniş bir təsnifatı vardır. Bəli. Və əsas məqamlara toxunaq ki, veriliş boyu bunu çatdıraq. Əsas yırtıqlar anıldan gəlmə qazanılma olmaqla iki yerə bölünür və ən çox rastlanan yırtıqlar da əsas göbək yırtığı, qasıq yırtığı, epigastral axət yırtıqları, bud yırtıqlarıdır. Bunları ayrı-ayrılıqda bir-bir təftiş eləyərik. Yırtıq zamanı əsas şikayət, yəni xəstənin yırtıq nahiyəsində olan şişkinlikdəndir. Şişkinlikdən və fiziki iş zamanı olan ağrılardandır. Biraz anadan gəlmə və qazanılma yırtıqlardan danışdıq. Yəni, tamaşaçılarımız da bilməlidir ki, yırtıqların müalicəsi bir mənalı şəkildə cərrahi yolladır. Yalnız anadan doğulmuş, təzə doğulmuş uşaqlarda bir müddət gözləməyə dəyir. Çünki qasıq yırtığını hal-hazır ki, bir çox təsnifatlarda 2 yaşına qədər gözləməyi tövsiyə edirlər uşaqlarda. Göbək yırtıqlarını isə 4 yaşa qədər gözləməyə dəyir. Yırtıq məfhumu, yəni qarın boşluğu orqanlarının anatomik zəif olan hissələrdən, yəni təbii dəliklərdən xaricə çıxmasıdır. Yəni, normada qasıq nahiyəmizdə təbii bir kanal vardır, qasıq kanalı deyirik bunu. Bu, uşaqlarda bu tam qapanmamış olur. Çünki xaya bu qasıq kanalından keçib xayalığa düşdükdən sonra, uşaq bir müddət sonra bu qapanır. Bəzi hallarda bu qapanma baş vermir və qasıq yırtığı formalaşır. 2 yaşa qədər bu yırtıqlar tam bağlana bilir. Əgər 2 yaşa qədər boğulma halları olmayıbsa, uşağa narahatçılıq vermirsə, gözləmək olur. Bəzi hallarda bu öz-özünə bağlanır. Yəni, kəskin müdaxilə tələb edən hallar yoxdursa bunu gözləməyə dəyər. 2 yaşına qədər. 2 yaşına və sonraki seçənək nə olmalıdır? Sonraki seçənəkdə əgər bu bağlanmayıbsa, yenə də şişkinlik qalırsa orada, uşaq ağlayanda, öskürəndə bu şişkinlik arta bilər. Onda təbii ki, yalnız bu anatomik defekti bərpa eləmək lazımdır. Bu boşluğu yamamaq lazımdır. Uşaqların əməliyyatı bir qədər sadədir. Burada yırtıq kisəsi götürülür, əməliyyat tamam olur. Böyüklərdə isə artıq yırtıq qapısını plastik etmək tələb olunur. Təbii, böyüklərdə bir neçə taktika vardır, bir neçə yanaşma vardır. Bu barədə bir söhbət eləyəcəyik. Siz uşaqlardan dediniz, bir şey yadıma düşdü. Elə bugün sizin klinikanızda ümumdünya yarımçıq doğulmuşların, 6-7 aylıq doğulmuş uşaqların bir günü qeyd olunurdu. Hörmətli tamaşaçılarımız, bizim bununla bağlı sabah çox ətraflı söhbətimiz olacaqdır. Amma məsələ burasındadır ki, övlad yarımçıq dünyaya gəldiysə, sözsüz bir neçə müdaxilə gərəkdirir. Yəni, həm neonatoloq tərəfindən, həm həyatının müxtəlif yaşamlarında bəzi problemləri ola bilər və ona görə vaxtında həkimlərə müraciət eləmək lazımdır o uşaqlarla bağlı. İstər doktorun söylədiyi kimi yırtıqlarla bağlı cərrahların mütəmadi konsultasiyasında olması lazımdır ki, 2 yaşına qədər bilinsin və ondan sonra
hər hansısa bir müdaxilə gərəkdirirsə, nəzarətə alınsın ən azından. Diqqətli olmaq lazımdır belə məsələlərdə və çox ayıq olmaq lazımdır. Eyni zamanda siz 510-38-06 telefonundan da bizə qoşula bilərsiniz, suallarınızı ünvanlaya bilərsiniz, biz sizin suallarınızı cavablandıracağıq. Belə, doktor, bir çox məsələlər vardır. Mən istəyərdim bu barədə də biraz söhbət edək. Bəzən qarın boşluğunda icra olunan əməliyyatlardan sonra, xüsusən açıq əməliyyatlardan sonra əməliyyat olunmuş qarın boşluğunda belə bir yırtıqlar da vardır. Yəni, buna da bir qazanılmış yırtıqlar sırasındandır. Yəni bunları klinik olaraq əməliyyatdan sonrakı yırtıqlar gedir və açıq əməliyyatların bir çox hallarda əməliyyatdan sonra bu əməliyyatdan sonrakı yaranın yırtığı əmələ gəlir. Bu daha çox yaranın irinləməsi fonunda və yaxud da xəstələr, yəni açıq əməliyyat keçirmiş xəstənin yaşı, şəkərli diabeti olması və yaxud əməliyyatdan sonra özünü gözləməyərək hər hansı bir ağır fiziki iş görməsi və yaxud da xroniki xəstəliklərdən öskürək və yaxud prostatın xroniki adenoma, xroniki hiperplaziyası olan xəstələrdə bu əməliyyatdan sonraki yırtıqlar əmələ gəlir. İndi bir-bir bunları öskürək təkanı, yəni xroniki öskürəkdən əziyyət çəkəndə həm əməliyyatdan sonra, həm də adi xırda bir yırtıq olan insan bu öskürək fonunda hər dəfə qarın əzələləri gərginləşdiyinə görə və qarın daxilində təzyiq artdığına görə istənilən həm əməliyyatdan sonra, həm də adi halı yırtığı olan insanlarda bu yırtıq kəskinləşmə verir. Həmçinin kişilərdə, məsələn, qasıq yırtığı daha çox təsadüf olunur. Yəni xəstələrimiz bir çox hallarda qrıja kimi bizə müraciət edirlər. Qasıq yırtığı bu müəyyən yaş dövründən sonra əsas da bayaq saydığım əlamətlər və kişilərin məsələn 35-40 yaşdan yuxarı prostat vəzi ilə əlaqədar bu şikayətlər artmağa başlayır. Məsələn, prostat hiperplaziyası olan bir xəstəni yırtıq əməliyyatına götürmək düzgün bir taktika deyildir. Demək, prostat hiperplaziyası böyüməsi olan bir xəstəni yırtıq əməliyyatına götürmək birinci etapda olmaz. Birinci etapda olmaz, bəli. Çünki biz yırtıq əməliyyatını eləsək, bu xəstə də hər dəfə CD-yə gedəndə gücənmələrlə, tez-tez getməklə olur və bu gücənmələr nəticəsində bu bizim yırtığa etdiyimiz müdaxilə bir boş olur. Yəni təzədən yırtığın əmələ gəlmə ehtimalını artırır. Burada birinci taktika prostat vəzi adenomasında müalicə və yaxud da əməliyyat lazımdırsa əməliyyat. Ondan sonra ikinci etapda artıq planlı bir şəkildə yırtığın plastikası icra olunmalıdır. Yəni bir növ bu yırtığa səbəb ola biləcək etioloji amil aradan götürülməlidir. Yırtığın ağırlaşmasına səbəb ola biləcək. Sonra isə bu yırtıq bərpa olunmalıdır. Yırtıq anatomik defekt verməklə bərabər funksional defektlər də verir və xüsusən qasıq yırtığından bağlı. Hansı məsələn əməliyyat olunmazsa bizdə biraz öz orqanizminə qarşı laqeyd yanaşma, belə deyərdim, ənənəsi vardır. Elə tamaşaçılarımız dinləsinlər, diqqətli olsunlar bu məsələdə. İstəyərdim buna biraz aydınlıq verəsiniz. Əməliyyat olunmazsa, xüsusən gənc yaşlarda qasıq yırtığı kişilərdə nə fəsadlar verə bilər? Deməli, qasıq yırtığı, ümumiyyətlə göbək yırtığı, bu yırtıqların hal-hazırda iki müalicə taktikası vardır. Cərrahi müalicəsini deyim. Həm açıq əməliyyat olunur, həm laparoskopik əməliyyat olunur. Dünya təcrübəsində hal-hazırda bu əməliyyatları da sırf laparoskopik etməyə başlayıblar. Yəni sadəcə olaraq bizim şəraitdə bizim xəstələrimiz yəni cərrahın yanına gəlib çatanda artıq bu laparoskopik əməliyyat mərhələsindən keçmiş olurlar. Çünki bir neçə gün bundan əvvəl elətdiyimiz bir əməliyyatda, yəni qasıq xaya yırtığı, bütün qarın boşluğu orqanlarının böyük bir əksəriyyəti, yəni nazik bağırsaq ilgəkləri, böyük beylik hətta gəlib xayalığa dolmuşdu. Yəni uşaq başı boyluda böyük bir yırtıq defekt əmələ gəlir və bu əməliyyat da uzun çəkir və əməliyyatdan sonra artıq toxumalarda böyük bir defekt yaranıb və bu defekti qarşılamaq da çətinlik törədir. Həmçinin belə bir xəstəni yəni qapalı yolu əməliyyat eləmək artıq mümkün olmur. İlkin mərhələdə qapalı yolla olunan əməliyyat da əlbəttə ki, üstünlüyə malikdir və bunun residivləri də çox aşağı olur. Lakin bizə gəlib cərrah yanına gəlib çıxmış xəstələrimizin bir çoxu artıq gecikmiş bir mərhələdə yırtığın çox böyük ölçülərinə dövründə gəlib çıxırlar. Yırtığın niyə görə əməliyyat etmək lazımdır? Hər bir yırtığın fəsadları vardır.
Bu fəsadlar içərisində, yəni ilkin dövrdə yırtıq kosmetik bir defekt törədir, şişkinlik kimi və zəif ağrılar olur. Çox hərəkət etdikdə, fiziki gərginlik keçirdikdə bu ağrılar bir qədər artır. Ən qorxulu ağırlaşmaları isə bu bağırsaq keçməməzliyi və yırtıq möhtəviyyatına düşmüş bağırsağın qangrenasıdır. Yəni qidalanmasının çox ciddi ağırlaşmadır. Bu çox ciddi ağırlaşma təbii ki. Bu proses necə baş verir? Yırtıq kisəsi, yırtıq qapısı və yırtıq kisəsi deyilən bir məfhum vardır. Yırtıq qapısından bağırsaq ilgəyi, hər hansı bir bağırsağın nazik və ya yoğun bağırsaq ilgəyi ola bilər. Bu kisənin içərisinə keçir və burada hər dəfə yırtıq qapısında spazm baş verdikdə bu ilgək boğulmağa başlayır. Bağırsağın ilgək ora düşdüyünə görə artıq bağırsağın mənfəzində bağırsağın keçiriciliyi pozulur və tipik bağırsaq keçməməzliyi əlamətləri başlayır. Bağırsaq keçməməzliyi artıq bu dövrdə planlı əməliyyatdan söhbət getmir. Artıq xəstəyə təcili cərrahi əməliyyat göstərişdir. Birbaşa əməliyyata götürmək lazım və bağırsağı bu kisənin içərisindən çıxardıb yırtıq qapısını plastik etmək lazımdır. Lakin gecikmiş hallarda xəstələr yenə də buna baxmayaraq hətta boğulma baş veribdirsə belə, yenə də cərraha müraciət etməyə gecikirlər. Gecikəndə isə artıq bu yırtıq kisəsində olmuş bağırsaq boğulma baş verir və bağırsağa gedən damarlar qapıda sıxıldığına görə bağırsağın qidalanması pozulur. Qidalanma pozulduğuna görə artıq burada nekrotik proses baş verir və nekroz baş veribdirsə artıq biz təkcə yırtıq qapısını plastik etməklə kifayətlənmir, bağırsağın müəyyən hissəsini rezeks eləmiş oluruq. Maraqlı bir məqama toxundunuz. Dəfələrlə rast gəlmişik. Həm öz praktikamızda yanaşı xəstəlik olaraq, həm də cərrah dostlarımızda, elə eyni zamanda sizin vurğuladığınız məsələdə belə bir tendensiya vardır. Xəstədə bir qasıq yırtığı vardır. Ya xüsusi bir bandajla gəzər, ya xüsusi ki, başqa bir şeylə əməliyyatdan yayınır. Amma nə qədər ağırlaşma verə bilər o, nə qədər uzunluqda bağırsağın kəsilməsi, anastomoz qoyulması, bunun özü bir ciddi bir prosesdir. Riskləri əməliyyatdan sonraki risk, artıq bağırsaq anastomozu qoyulmuşsa, yəni daxili qanaxma, anastomozun tutmama ehtimalı, yəni düzdür, bunlar aşağı faizdədir, ancaq belə bir təhlükələr olduğuna görə vaxtında əməliyyat olmaq daha məsləhətdir. Bir də bandaj məsələsinə toxundunuz, o haqda da biraz danışmaq istəyirəm. Hal-hazırda məsələn bandaj bir çox xəstələrimiz var ki, bandaj taxıb, yəni bundan uzun müddət fəaliyyət göstərirlər. Bandajın mənfi düzdür, boğulmadan bağırsağın ilgəyin ora yırtıq möhtəviyyatına keçib orada boğulmasının qarşısını alır. Ancaq bu taxılmış bandaj həmin nahiyənin əzələlərinin atrofiyasına, yəni ki, zəifləməsinə səbəb olur. Çünki sıxılıb həmin vəziyyəti saxladıqda həmin nahiyənin əzələləri işləmir və işləmədiyinə görə o əzələlərdə zəifləmə baş verir və bu bandajı çıxardandan sonra və yaxud da növbəti etaplarda lap əməliyyata getsə belə daha ətraf toxumaların daha boş olmasına, plastikanın yetərsiz tutmasına səbəb olur. Ona görə bandaj taxmaq yenə də indiki, yəni son raporlara görə o da məsləhət görülmür. Yəni ağır xəstələr olanda, ağır ürək xəstələri, yəni yaş dövrü ilə əlaqədar həyati riskləri nəzərə alaraq bəzi hallarda bandaj taxmağı məsləhət görürük. Çünki əməliyyat riski bandaj taxmaq riskindən qat-qat üstün olur. Yəni əməliyyat vaxtı xəstə daha çox ağırlaşmalarla üzləşə bilər. Ürək tərəfdən, beyin, yəni başqa bu səbəblərdən. Sözsüz, yəni bu halda məsləhət görürük ki, bandaj taxıb əməliyyatı gecikdirmək olar. Ancaq cavan yaşda, yəni bu bandaj taxıb əməliyyatın vaxtını sadəcə uzatmaq heç də məsləhət deyildir. Çünki bir də qeyd edeyim ki, yırtıqların yeganə müalicə üsulu cərrahi yolladır. Doktor, qasıq yırtıqlarında həm bağırsaq möhtəviyyatının qasıq kanalına düşməsi, orada və yaxud yırtıq kisəsinə girməsi, burada daxili orqanlardan, bağırsaq, həzm traktından başqa, yəni reproduktiv orqanlara da bir mənfi təsiri varmı? Sürüşən qasıq yırtıqları vardır. Bu zaman sidik kisəsinin bir divarı və yaxud yoğun bağırsağın bir divarı
yırtığın möhtəviyyatının bir divarını təşkil edir. Sidik hissəsinin divarı bu yırtığın bir divarı təşkil edəndə xəstələrdə tez-tez sidiyə getmək hissi olur. Yəni yarımçıq sidiyə gedir, 5 dəqiqə, 10 dəqiqədən sonra bir daha sidiyə getmək istəyir. Bu yanlış olaraq bəzi hallarda məsələn sistitlə diferensiyasiya olunur, səhv salınır və xəstə uzun müddət sistitə görə dəfələrlə müalicələr alır. Lakin burada səbəb sistit yox, məhz sidik hissəsi bir divarının yırtıq möhtəviyyatı tərkibinə daxil olmasıdır. Bu qapıya yəni qıcıqlanma baş verdiyinə görə xəstədə daim sidik ifrazı hissi yaranır. Bir də kişilərdə məsələn sol tərəfli... Bir telefon zəngimiz var doktor, zəngimizə cavab verək. Alo, hər vaxtınız xeyir olsun, buyurun. Salam aleyküm. Aleyküm salam, hər vaxtınız xeyir. Mən Ruslan doktoru salamlayıram buradan. O mənə bu yaxında operasiya edir. Adım Vüqardır, Ruslan özü tanıyar məni. Bəli, salam. Necəsiz Ruslan doktor? Sağ olun, çox sağ olun. Mən sizə təşəkkürümü bildirirəm buradan. Yəni, necə deyərlər? Çox sağ olun. Çox sağ olun, vallahi əməliyyata görə özümü yaxşı Bir şey soruşum, nədən əməliyyat olunmuşdunuz? Damar genişlənməsindən olmuşdum. Ruslan doktor çox sağ olsun. Yəni, təşəkkür edirik zəngimizə görə. Çox sağ olun zəngimizə görə. Belə xəstələrin doktorlara dəyər verməsi həqiqətən sevindirici bir haldır. Yəni bizə stimul verən məsələlərdən biridir. Ən başlıca səbəblərdən, yəni stimul verən amillərdən biri də budur. Xəstələrimiz bizdən razı gedirsə və yəni təkrar müayinəyə üzü gülərək gəlirsə, bu bizim üçün böyük bir yəni bəxşişdir, böyük bir sevinc hissidir. Elədir. Cərrahın ala biləcəyi bundan böyük bir hədiyyə ola bilməz. Siz vurğuladığınız sol tərəfli yəni sol tərəfli qasıq yırtıqları bir çox hallarda həm də damar genişlənməsi ilə reproduktiv orqanlarda, yəni damar genişlənməsi ilə bir çox hallarda ağırlaşa bilir. Çünki yırtıq möhtəviyyatı və qasıq kanalından toxum ciyəsi keçir və yırtıq kisəsinin də bu toxum ciyəsini bir tərəfdən sıxması artıq burada əlavə damar genişlənmələrinə səbəb ola bilir. Doktor, hal-hazırda müasir cərrahiyyənin nail olmaq istədiyi şey odur ki, xəstə əməliyyatı olundu, bir gün sonra reabilitasiyasına başlansın və aktivləşdirilsin. Bugün qasıq yırtıqlarında və hətta digər yırtıqlarda bu plastik əməliyyatların icrası, bunun özü bir plastik əməliyyatdır və orada bir rekonstruksiya həyata keçirilir. Buna imkan verirmi ki, xəstə tez bir zamanda aktivləşdirilsin, yoxsa nə qədərsə qorumaq lazımdır və xüsusi bandajlarla, xüsusi idmanlarla bunun proses necə həyata keçməlidir? Əməliyyat olunmuş xəstələrimiz bunu bilsinlər. Hal-hazırda yəni yırtıq əməliyyatlarından bir xəstəxanada qalma müddəti bir sutkadır. Yəni bu gün əməliyyat olub, artıq sabahsı gün normal həyata qayıtmaq olur. Düzdür, bir müddət xəstələrimizə tapşırıq ki, ağır fiziki işlərdən uzaq olsunlar. Bu da 2-3 həftə civarında olur. Yırtıq əvvəlki dövrlərdə müqayisədə, məsələn, əvvəl yırtıq plastikasında, yırtıqların plastikasında insanın öz yəni ətraf toxumalardan istifadə edərək, əzəli aponevroz hospitallardan istifadə edərək bu yırtıq qapısını plastik edirdik və bu zaman yırtıq qapısında, yəni yırtıq olan yerdə bir gərginlik yaranırdı. Hal-hazırda və son artıq 20 ilə yaxındır bu ətraf toxumalardan istifadə günü-gündən azalıb. Məsələn, Avropa ölkələrində artıq demək olar ki, heç bir yırtığı ətraf toxuma ilə plastika olunmur. Xatırlayıram, Bassini üsulu var idi. Əvvəl Bassini, bəli, Jirar, Spakakutski, bu üsullar var idi, Sapeşko üsulu, bu üsullar var idi. Lakin hal-hazırda bu üsulların, yəni, düzdür, bizdə bu üsulları hələ də tətbiq eləyirik, ancaq yəni Avropa ölkələrində bundan heç birindən istifadə olunmur. Bəzi hallarda, yəni xəstə çox allergikdirsə, ətraf mühitdə allergik fonda varsa, xüsusi göstərişlər, amma 99% hallarda xüsusi torlardan, yəni torlardan istifadə olunur. Torların da müxtəlif çeşidləri vardır. Bu torlar bizə üstünlüyü nədir ki, yəni torla olunan plastikada və ətraf toxumalarla istifadə olunan yırtıq əməliyyatında residiv ehtimalı, yəni təzədən yırtıq əmələ gəlmə ehtimalı artıq sıfıra yaxınlaşır. Yəni torla plastikadan sonra residiv təkrardan təzədən yırtıq əmələ gəlməsi, əgər düzgün qoyulmuşdursa, təzədən yırtıq əmələ gəlməsi %2%-in altındadır.
Ancaq halbuki ətraf toxumalardan istifadə edib yırtığı plastik etdikdə burada təzədən əmələ gəlmə ehtimalı 15%-ə qədər çata bilir. Maraqlı bir məqama toxundunuz. Çox vaxt bunu çox eşitmişik. Elə həm tələbə olduğumuz zamanlarda da eşidirdik ki, insanlar yırtıq əməliyyatına getməkdən çəkinirlər ki, onsuz da təkrarlanır. Buna bir fikrinizi bildirin. Siz xüsusi torların istifadəsini dediniz ki, bu residivləri azaldır. Amma burada yəqin ki, bu illər ərzində tibb mütləqdir ki, inkişaf eləyibdir və bu residivlərin ən aşağı faizi üçün bugün sizin tətbiq elədiyiniz texnika və yaxud da sizin icra elədiyiniz əməliyyat nədən ibarətdir? Yəni bu barədə məlumat verin. Torların əgər tor düzgün qoyulmuşdursa və düzgün plastik olunmuşdursa, yəni burada residiv ehtimalı %2-nin, yəni 10.000 xəstədən ikisində residiv ola bilər. 10.000 əməliyyatdan 2 xəstədə residiv ola bilər. %2 olanda, bəli, 10.000 xəstədən ikisində bu residivdən hansı səbəblərdən ola bilər? Əməliyyatdan sonra xəstə bizim dediyimiz tövsiyələri yerinə yetirməmişdirsə, yəni əməliyyatdan çıxan kimi hər hansı bir ağır iş görmüşdürsə və yaxud özünü gözləməyib, hər hansı bir xroniki öskürəklə, yəni düçar olmuşdursa, yəni daim öskürək və yaxud qəbizlikdən özünü gözləməmişsə, qarın təzyiqi artır və qısa bir müddətdə residiv olur. Əgər bunları özünü gözləyirsə, yəni residiv olma ehtimalı artıq sıfıra bərabərdir. Əvvəlki dövrdə düzgün qeyd elədiniz ki, çox adam çəkinirdi yırtıq əməliyyatına getməyə, çünki 100 xəstədən 15-ində bu residiv təkrar yırtıq əmələ gəlirsə, bu kifayət qədər böyük bir rəqəmdir. Buna görə də haqlı olaraq insanlarda belə bir fikir yaranmışdı ki, yəni yırtıq əməliyyatına gedəndə təzədən yaranır. Lakin indiki dövrdə bu torların və günü-gündən də bu torların keyfiyyəti və əvvəlki dövrlərdə köhnə torlarda bədən məsələn o toru götürməyə bilərdi. Yəni və yaxud da torların iriləmə ehtimalı olurdu. Lakin hal-hazırda polipropilen, yəni daha çox istifadə elədiyimiz Amerika və İngiltərə istehsalı olan polipropilen setkalardır ki, bunlar bədən üçün inert toxumadır. Yəni bədən bunlara heç bir reaksiya vermir və irinləmə prosesləri də olmur. Yəni son 5 ildə bu torlarla əlaqədar bir irinləmə hadisəsi görülməmişdir. Kifayət qədər yırtıq əməliyyatları icra eləmiş bir cərrah kimi özündə yırtıq olan pasientlərə məsləhətiniz nə olar? Yəni ən qısa müddət nə qədər intervalla dərhal müraciət eləsinlər? Həm həkimə ki, bundan azad olsunlar. Yırtıq əməliyyatı əgər boğulma verməmişdirsə, təcili əməliyyat deyildir. Yəni ki, bu dəqiqə əməliyyat olmalıdır, yoxsa əgər boğulma yoxdursa, yırtıq əməliyyatını 3 günə, 5 günə, 1 aya, yəni yubatmaq olar. Ancaq bunu uzun müddət saxlamaq düzgün deyildir. Çünki bunun başqa bir müalicə üsulu yoxdur. Biz gözləyək ki, 1 il, 5 il gözləyək ki, bu yırtıq qapanacaq öz-özünə, mümkün deyil. Yəni bu əməliyyat mexaniki pozulma var. Bəli. Günü-gündən də bu yırtığın yəni kiçilməyi yox, əksinə günü-gündən böyüyür və yırtıq böyüdükcə burada ağırlaşma ehtimalları artır. Bir də ki, əməliyyat müddəti də artır. Və əməliyyatın həcmi də artır. Bəli. Təşəkkür edirəm doktor bu dəyərli fikirlərinizə görə. Heyf vaxt məhdudiyyətindən biz daha incəliklərə toxuna bilmirik, amma bu verdiyiniz informasiyaların özü belə əminəm ki, insanlarda bir oyandırıcı və maarifləndirici bir xüsusiyyət daşıyacaq və zamanında müraciət eləməyə çalışacaqlar. Bir daha təşəkkür edirəm. Vaxt ayırıb bizim verilişin qonağı olduğunuza görə, bu informasiyaları verdiyinizə görə. Belə, hörmətli tamaşaçılar, biz bugün qasıq yırtıqlarından və çox ciddi olan bir patologiyalardan danışdıq. Sabah eyni vaxtda biz yenidən efirdə olacaq və biz az öncə vurğuladığım kimi yarımçıq doğulmuş uşaqların bugün Azərbaycanda və bütün dünyada qeyd olunma günüdür və Leyla Şıxlinskaya klinikasında bu imkanlar, bunun üçün neonatologiya şöbəsinin çox böyük imkanları vardır və bunlar sabah öz imkanlarından istifadə eləyərək onu insanlara çatdırmağa çalışacaqlar. Biz sabah yarımçıq doğulmuşların həm günündən danışacağıq və həm də onlara qulluq qaydalarından danışacağıq ki, məhz Azərbaycanda da o uşaqların yaşama haqqı vardır, o körpələrin yaşama haqqı vardır. Sizlə sabah eyni vaxtda görüşmək ümidi ilə sağollaşırıq. Sağ olun, sağlam olun.